المهدي قادم قادم ناصر ناصر Bir alim danışır, deyim, mən cavan tələbə idim hələ. İmam Zaman mövzusunu araşdırırdım, hədislərə baxırdım, əlamətlər hansıdır, zuhur əlamətləri. Bir-iki dənə əlamət gördüm ki, indi çıxıb bu əlamətlər. O şeylər ki, hədisdə var, filan şey görəndə müjdə verin İmam Zaman gələcək, mən gördüm, onlar var. Getdim qaça-qaça ustadımın yanına, hədis kitabını qoydum qabağına, dedim, bu hədisi görmüsünüz, dedi, bəli. Deməli, bu əlamət, bax, məsələn, bizim zamanda çıxdı. Deməli, İmam Zaman gəlir. Mənə baxdı, dedi, hə, gəlir. Gəlir. Deyir, dedim ki, görəsən, nə zaman olar bu? Nə qədər çəkər? Deyir, dedi ki, fərz eləyək, gələn cümə gəlir. Hədislərdə var axı, cümə günü. Cümədən ki, tez olmayacaq, dedim, yox. Cümə günü gəlir, dedim, hə, fərz eləyək. Dedi, hazırsan İmam Zamanın gəlişinə, deyim, mən dayandım, başımı aşağı saldım, baxdım. Deyir, dedi ki, birdən cümə gününə qədər bu gecə Əzrail gəldi sən aparmağa. Əzrailin gəlişinə hazırsan? Deyir, dedim, yox. Dedi, onda get oyun çıxartma. Mənə deyir, ərki çatırdı. Dedi, get başqa işlə məşğul ol. Bu intizarı çəkən insanlar, o görüşə hazır olan adamlar İmam Zamanın zuhurunu gözləyir və o zuhura hazırdılar. O adam ki, Həzrəti Əzrailin gəlişinə hazırdı ki, o yaradılışın məqsədinə qovuşsun, ona çatan insanlar İmamın zuhurunu gözləyən insanlardır.